qarşısındayıq və Venesiya Şadlıq evində kütləvi zəhərlənmə halı baş verib və mən elə hazırda təbibin mətbuat xidməti Zamirə Ədilova ilə əlaqə saxlamağa çalışıram. Zamirə xanım, axşamınız xeyir olsun. Hər Toğruldur sizi narahat edən barometrdən üzr istəyirik, bu saatda narahat edirik. Baş verən bu kütləvi zəhərlənmə ilə bağlı nə deyə bilərsiniz? Biz istərdik bir məlumat alaq, ən son məlumatı sizdən eşidək. Hansı zəhərlənmə ilə bağlı? Venesiya Şadlıq evində kütləvi zəhərlənmə olub. Hazırda kliniki tibbi mərkəzə gətiriliblər xəstələr. Təxminən ilkin məlumat budur ki, 50 nəfərdən çox zəhərlənən şəxs var. Təcili təxrisalmaz tibbi yardım mərkəzinə müraciət olunub qeyd etdiyiniz Şadlıq sarayından, amma say hələ dəqiqləşdirilir. Onların vəziyyəti ilə bağlı hər hansı bir... olunur, amma hazırda sayın o qədər olması dəqiqləşdirilir tərəfindən. Aha, hər hansı bir məlumat varmı? Vəziyyətləri nə yerdədir hazırda zəhərlənən şəxslərin? Hazırda zəruri tibbi xidmətləri göstərilir. Ona uyğun olaraq diaqnozları təyin olunsun və proses diaqnostik tibbi xidmətlər başa çatdıqdan sonra ətraflı məlumat verilir. Sizdə say varmı? Son sualım. Xeyr, hazırda say dəqiqləşdirilir. Konkret rəqəm yoxdur. Aydındır. Təşəkkür edirəm. Çox sağ olun Zamirə. Bəli, bir daha xatırlatmaq istəyirəm. Biz elə canlı yayın vasitəsilə təbibin mətbuat xidməti ilə əlaqə saxladıq Zamirə Ədilova ilə və Zamirə xanım bizə məlumat verdi, bildirdi ki, sayla bağlı hələ ki dəqiq məlumat yoxdur, neçə nəfərin zəhərlənməsi ilə bağlı, amma zəruri tədbirlər görülür.